Evinizdə olan ərzaqlarla tez zamanda bərəkətli, qatıqlı peçeniya hazırlayın. Yoğurma qabına bir yumurta və bir yumurtanın ağını əlavə edib sarısını üzəri üçün saxlayacağam. Şəkər tozu, qatıq, duru yağ, vanil və sodanı da əlavə edib yaxşıca qarışdırıram. Qeyd edim ki, ərzaqların miqdarını açıqlama bölməsində yazacağam. Kütləyə ələnmiş un və qabartma tozunu da əlavə edirəm. Unu az-az əlavə edib əvvəl çırpıcı ilə, daha sonra spatula ilə qarışdıracağam. Qeyd edim ki, xəmiri əlimlə yoğurmayacağam. Yumşaq bir xəmir əldə olunmalıdır. Əlimi sürətli çəkəndə əlimə xəmir yapışmır, amma içində bir qədər saxlayanda barmaqlarıma yapışır. Əlimi duru yağla yağlayıb mandarin böyüklüyündə kündələr hazırlayıb əvvəlcədən yağlı kağız sərdiyim soba listinə aralıqlı məsafələrdə qoyacağam. Qabaracağı üçün mən 2 listə hazırladım. Əvvəlcədən ayırdığım yumurtanın sarısına duru yağ əlavə edib yaxşı qarışdırıb, üzərinə qoz ləpəsi əlavə edib əvvəlcədən qızdırılmış sobada alt-üst rejimdə bişirdim. Budur, çox gözəl, yumuşaq və bərəkətli peçenyelər alındı. Videonu bura qədər izlərsəniz, videonu bəyənib rəy yazaraq mənə də dəstək olmuş olarsınız. YouTube-da 2 milyon yarımdan çox izlənən minlərlə insanın hazırlayaraq bəyəndiyi bu resepti sizin də bəyənəcəyinizə əminəm. Əvvəlcədən nuş olsun, izlədiyiniz üçün təşəkkürlər.